Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gönlünüz xeyirli olsun inşallah. İslam dünyasının əzəmətli, fəzilətli, üstün bayramlarından biri olan Qədirxum bayramının astanasındayıq. Allah Teala bu bayramı bizə tanıyaraq, mahiyyətini anlayaraq keçirənlərdən inşallah qərar versin. Bu bayram olduqca əzəmətli, üstündür. Vilayət bayramıdır. Bu bayram vasitəsilə kafirlər, münafiqlər, müşriklər İslamdan, Allahın göndərdiyi dindən məyus olmuşdular. Bu bayram günündə müminlərin qəlbi şad olmuş, müminlərə Allah Teala öz sevib seçdiyi şəxsi vəli və əmir qərar vermişdir. İmam Hadi əleyhissalamın Qədiriyyə ziyarəti barəsində danışırdıq. Biz bu ziyarətə qısa olaraq baxırıq və düşünürəm ki, inşallah bu sonuncu çıxış olacaq. Siz özünüz də Məfatih kitabında, Şeyx Abbas Qumi Məfatihül Cinan kitabında və digər alimlər də bu ziyarətnamənin tərcüməsini, şərhini qeyd etmişdilər. Qədirxum günü yaxşı olar ki, bu ziyarətnaməni oxuyaq. Bu ziyarətnamə ilə Əli ibn Əbi Talibin qapısına gedək. Bu ziyarətnamə əsasında bizim Həzrəti Əleyhisselama baxışımız, etiqadımız formalaşsın. Çünki bu ziyarətnamə bir məsumun dilindən nəql olunmuş başqa bir məsumun təqdimatıdır. Bu hər hansı bir tarixi bir məsələ deyil, tarixçinin yazdığı deyil. Bu bir məsumun başqa bir məsum barəsində, Əli ibn Əbi Talib barəsində buyurduqlarıdır. Mövzu burada qalmışdı ki, İmam Hadi əleyhissalam Allah rəsuluna, peyğəmbərlərə, mələklərə və eyni zamanda salih bəndələrə salam verdikdən sonra üzünü Əli ibn Əbi Talibə tutaraq buyurur ki, Əssalamu aleyk ya əmirəl müminin və seyyidil vəsiyin və varisi ilmin nəbiyyin və vəliyyə rabbəl aləmin və mövləyə və mövləl müminin və rəhmətullahi və bərəkətuh. İmam Hadi əleyhissalam baxmayaraq özü mövladır, baxmayaraq özü imamdır, amma Əli ibn Əbi Talibə deyir ki, və mövləyə və mövləl müminin, sən mənim mövlamsan. Bir insan bu sözün şirinliyini, həqiqətini dərk etsə, onun dünya və axirət bəhsidir ki, desin ki, mənim mövlam, əmirim Əli ibn Əbi Talibdir. İmam Hadi əleyhissalam ona görə bu sözü bir neçə dəfə təkrarlayır ki, o mənim də mövlamdır. İmam mənim də imamımdır. İmam Əli mənim də imamımdır. Baxmayaraq ki, özüm də imamət məqamındayam. Hər bir halda İmam Hadi əleyhissalam burada ümumi olaraq 8 dəfə əleyhissalama salam verir. Və salam verdikdən sonra Əli əleyhissalamın xüsusiyyətlərini, özəlliklərini vurğulayır. O özəlliklərdən də biri və birincisi ki, İmam Hadi əleyhissalam işarə edir, əmirəl müminin ifadəsidir. Bildiyiniz kimi, əmirəl müminin ifadəsi, yəni iki mürəkkəb sözdür. Əmir, əl-müminin, müminlərin əmiri. Allah Rəsulu bu adı yalnız və yalnız Əli ibn Əbi Talibə məxsus etmişdir. Digər imamlar da hətta bu ləqəbi öz üzərlərinə götürməmişdir. Allah Rəsulu buyurur ki, فَمَا سَمَّيْتُ بِحَازَ أَحَدًا قَبْلَهُ وَلَا أُسَمِّ بِحَازَ أَحَدًا بَعْدَهُ. Əmirəl müminin ləqəbi Əli ibn Əbi Talibdən əvvəl və sonra heç bir şəxs özünə bu adı götürməməlidir və adlandırılmamışdır. Götürmək başqa məsələdir. Bildiyiniz kimi, İslam xilafətini qəsb edənlər də özünə əmirəl müminin deyirdilər. İnsan bir titulu, bir adı özünə götürə bilər, oğurlaya bilər. Amma o titulun həqiqi daşıyıcısıdır yoxsa yox. İndi hər bir şəxs özünü çıxar, alim adlandıra bilər, professor adlandırıla bilər. Məsələ adlandırmaqla deyil ki, sən bu həqiqəti daşıyasan. Allah Rəsulu buyurur ki, bu həqiqət, bu məqam yalnız Əli ibn Əbi Talibə verilir.
ondan əvvəl, ondan sonra heç bir şəxs əmirəl müminin adlandırılmayacaq. Dediyim kimi, bir nəfər İmam Sadiq əleyhissalamın yanına gəlir, buyurur ki, Əssalamu aleykə ya əmirəl müminin, salam olsun sənə ey müminlərin əmiri. İmam Sadiq əleyhissalam deyir ki, xeyr, məni və Əli ibn Əbi Talibdən başqa imamları əmirəl müminin deyə xitab etmə. Çünki bu ad yalnız və yalnız İmam Əliyə məxsusdur. Maraqlıdır ki, bu adın fəlsəfəsi və hikməti nədir? Bu barədə İmam Kazım əleyhissalama sual edirlər. Buyururlar ki, Limə summiyə əmirəl müminin. Niyə görə İmam Əli əmirəl müminin adlandırılmışdır? Bunun hikməti nədir? İmam buyurur ki, لِأَنَّهُ يَمِيرُهُمْ الْاِلْمَ. Çünki o sizə elmdən qidalandırır. İmam buyurur ki, əmir sözünün mənası həmən elm əta edən, elmdən təğziyə qidalandıran mənasındadır. Kimdir Əli ibn Əbi Talibdən başqa alim, mərifət sahibi ki, insanlara elm verir? Başqa əmirlər insanların cismini qidalandıra bilər. Onlara müəyyən bir məvacib verə bilər, pul verə bilər. Amma Əli ibn Əbi Talib insanlara mərifət verir, insanlara həyat bəxş edir. Elmdə həyat var. Əli əleyhissalam da bu elmin mərkəzidir. Allah Rəsulü buyurur ki, mən elmin şəhəriyəm və Əliyun babuha. Hər kim bu şəhərə girmək istəyir, bu elmə girmək istəyir, bu elmdən bəhrələnmək istəyirsə, onun yalnız və yalnız giriş yeri, müraciət yeri Əli əleyhissalamın qapısıdır. Demək, İmam Kazım əleyhissalamın bir nəqlinə əsasən əmirəl müminin mənası insanlara elm və mərifət əta edəndir. Buna görə Əli ibn Əbi Talib əmirəl müminin adlandırılmışdır ki, çünki öz şiyyələrinə, davamçılarına elm və mərifət ruzusunu verir, rizqisini əta edir. Digər nəqillərdə əsasən imamdan soruşmuşlar, İmam Baqir əleyhissalamdan, Limə summiyə əmirəl müminin. İmam Baqir əleyhissalamdan soruşmuşlar ki, niyə görə Əli əleyhissalam əmirəl müminin adlandırılmışdı? İmam buyurur ki, Allahu səmmauhu. Allah ona bu adı vermişdir. Yəni bu ad ilahi təyinatdır. Və həkəzə ənzələ fi kitabihi. Bu həqiqəti öz kitabında belə nəql etmişdir ki, o zaman ki, əxəzə rabbuke min bəni Adəm min zuhurihim zurriyyətəhum və əşhədəhum əla ənfusihim ələstu bi rabbikum. O zaman ki, zər aləmində Allah Teala bütün insanlardan, Bəni Adəmdən öz Rəbliyinə, öz rububiyyətinə qarşı insanlardan şahid tutmuşdu ki, məgər mən sizin Rəbbiniz deyiləm. Və bütün insanlar demişdi ki, bəli, sən bizim Rəbbimizsən. O zaman bütün insanlara demişdi ki, Ənə Muhammedin Rəsuli və ənə Əliyyən əmirəl müminin. Bilin ki, mənim göndərdiyim Rəsul Muhammeddir sallallahu aleyhi və səlləm və əmirim Əlidir. Burada əmir, yəni ilahi hakimiyyət rəhbəri. Hər kim Allahın hakimiyyətində yaşamaq istəyirsə, ilahi hakimiyyətin göstərişində yaşamaq istəyirsə, heç şübhəsiz o deməlidir ki, mənim əmirim və rəhbərim Əli ibn Əbi Talibdir. Buna görə İmam Hadi əleyhissalam bu mübarək ziyarətdə ilk olaraq Əli ibn Əbi Talibə əmirəl müminin ifadəsi ilə yad edir. Və İmam Hadi əleyhissalam bu ziyarətnamənin digər hissələrində İmam əleyhissalamın Quranda olan məqamına toxunur, hədislərdə olan məqamına toxunur və eyni zamanda İslam tarixində, İslam tarixinin o ilk çağlarında əleyhissalamın göstərdiyi şücaətlərdən, üstünlüklərindən danışır və bir yerdə buyurur ki, bu ailəyə elə bir zülm olunmuşdu və hər bir insanın təəccüb edəcəyi bir şeydir. İmam Hadi buyurur ki, vəl-əmrul əcəbu vəl-xətbu əfzəu bə'də cəhdik həqqəkə qəsbu siddiqəti tahirə. Deyir, ən üstün, heyrətə salan, sözü heyrətə salan məsələlərdən biri budur ki,
belə bir şəxsin haqqın qəsb edədilər. O haqq nə idi? Xanım Fatimə-i Zəhra salamullah əleyhanın fədəyi. Allah Rəsulunun vəfatından sonra müəyyən şəxslər Allahın təyin etdiyi bu qədr-xum həqiqətini unutdular heç. Əli ibn Əbi Talibi ev dustağı etdilər heç. Allah Rəsulunun qızının da əlində olan o mülkünə göz dikdilər və onu qəsb etdilər. İmam Hadi əleyhissalam buyurur ki, bundan müsibətli bu idi ki, onların gətirdiyi şəhadəti də qəbul etmədilər. Və rəddu şəhadətik və şəhadəti seyyideyn sülalətik. Ey Əli ibn Əbi Talib, bunlar Allah Rəsulunun qızının fədəyini əlindən aldılar və sənin sülaləndən olan İmam Həsən və İmam Hüseynin şəhadətini qəbul etmədilər. Baxın, bu Əli ibn Əbi Talibə ən böyük zülm bundan ibarət idi ki, onun haqqını qəsb etdilər. Onun zürriyyəsini, onun nəslindən gələnlərin şəhadətini qəbul etmədilər. Bir halda ki, imam buyurur ki, İnnəmə yuridullah liyuzhəbə ankumur riz əhləl beyt və yutəhhirəkum təthira. Allah sizi pak elədiyi halda bunlar sizin şəhadətinizi qəbul etmədilər. İmam Hadi əleyhissalam burada Əli ibn Əbi Talibin məzlumiyyətinə də işarə edir. Və Qədr-xum günü bu məzlumiyyət də unudulmamalıdır. İnsan bu bayram gününə sevinməlidir, şad olmalıdır. Amma eyni zamanda Əli ibn Əbi Talibin məzlum olmağını, məzlumiyyətini də unutmamalı və unutturmamalıdır. Allah Teala bu bayramı hər birimizdən qəbul etsin. Ömrümüzün sonuna qədər bizi Əli və övladı Əlidən ayrı salmasın. Onun doğru, sadiq şiələrindən qərar versin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.